Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92, 91, 170 marşrutlarından 20-30 metr məsafədə çox yola yaxın marşrutlara, marketlərə yaxın ərazidə 3 sotun içində şəxsi inşa olunmuş bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izinin ki, ev haqqında sizə məlumatlarını verim. Evin qiymətini videonun sonunda gələndə sizə təqdim eləyəcəm. Nəzərinizə çatdırım, görürsünüz hörmətli izləyicilər. Evin böyründə belə yaşıllıq salmaq üçün boş torpaq sahəsidir. Hardasa bir sota yaxın burada bir torpaq sahəsidir. Gördüyünüz kimi, bax burada da 2 sotda da ev tikilib. Həyətinə rahat 2 dənə maşın daxil olur. Ev təmiri vəziyyətdə olan evdir. Şəxsi inşa olmuş bir evdir. Yenidən təmir olunub, satışa çıxıb. Gördüğünüz şimdi evin xarici görünüşü vurulub, ev təmiri vəziyyətdədir, yenidən təmir olunub. İndi keçən evin içi ilə tanış olaq, hörmətli izləyicilər. Girən kimi buradan dəhliz sistemidir. Birinci sanuzellə tanış olaq. Gördüğünüz kimi sanuzeldə təmir vəziyyətdədir. Sanitar qovşağızat hamısı ikisi bir yerdədir. Ev gördüğünüz kimi yenidən təmir olunub. Hörmətli izləyicilər, nəzərinizə çatdırın. Bax, ev qapıları taxta qapılardır, keyfiyyətli vaxtı ilə nə varsa hamısı yenidən qoyulur. Yəni müasir qapıda olmasa amma keyfiyyətli qapılardır. Vaxtının əvvəlin qapılardır. Bura mətbəx hissəsidir. Gördüyünüz kimi mətbəxi də hardasa təxmini bir 10-12 kvadrat olar. Təxmini ölçü deyirəm. Sağda burada bir uşaq otağıdır. Gördüyünüz kimi ev qoşadaşdan inşa olunub. Pəncərələri açıqdır, havalanma tam uyğundur. Kombini aksesuarları da hamısı mövcuddur. Gördüğünüz kimi də kombi aparatları da hamısı üstündədir. Bura qonaq otağıdır. Qonaq otağı da gördüyünüz kimi hardasa 4-ün 6-yadır. Geniş otaqlıdır. Pəncərələrin tam rahat evin içində işıq düşür. Bu hissəsi gördüyünüz kimi hörmətli izləyicilər qonaq otağıdır. Keçirik buradan bir də geniş yataq otağına. Bu da hardasa 4-ün 5-ə 1. Bəlkə də 4-50-nin 5-ə. Geniş bir 20-25 kvadratlıq bir yataq otağıdır. Otaqları geniş, ürək açan, gördüyünüz kimi də hər şey qaydasındadır. Sadəcə hörmətli izləyicilər, demək gəlib yerində baxmaq lazımdır. Real alıcı olsa endirim olmağına da olacaq, qiyməti biz deyəcəyik. Sənədi nəzərinizə çatdırım layihə ilə Damaboydur, yəni adres, ünvanla qeydiyyata mümkündür. Köhnə Dədəbabıdan Damaboy deyirik. Ona da köməklik göstəririk, hörmətli izləyicilər. Yəni qeydiyyata sala bilirik. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da, Facebook'da Seç Ala Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxmasın. Evin qiyməti 91.000 start qiymətdir. Real alıcı olsa endirim olmağına olacaq. 3 otaqlı genişdir, 3 sotun içindədir. Şəxsi inşa olunmuş bir evdir. Yenidən təzədən təmir olunub, satışa çıxır. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah alanı da xeyir versin, Allah satana da. Amin.